yerləşən 22 saylı tam orta məktəbin direktoru Zülfiyə Zeynalova uzun illərdir ki, təhsil sahəsində səmərəli fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı və məsuliyyətli rəhbərliyi ilə seçilən ziyalılardan biridir. Onun rəhbərlik etdiyi məktəb şəhərin nümunəvi təhsil ocaqlarından biri kimi tanınır. Zülfiyə Zeynalova məktəbdə sağlam tədris mühitinin formalaşdırılmasına, müəllim-şagird münasibətlərinin möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində daim ardıcıl addımlar atır. Onun təşəbbüsü ilə məktəbdə müxtəlif maarifləndirici tədbirlər, vətənpərvərlik mövzusunda görüşlər, eləcə də şagirdlərin bilik və bacarıqlarını artıran layihələr həyata keçirilir. Direktorun diqqət və qayğısı nəticəsində məktəbin müəllim kollektivi yüksək motivasiya ilə fəaliyyət göstərir, şagirdlər isə müxtəlif olimpiyada və müsabiqələrdə uğur qazanaraq məktəbin adını layiqincə təmsil edirlər. Zülfiyə xanım hər bir şagirdin gələcəyinə böyük məsuliyyətlə yanaşır. Onların savadlı, vətənpərvər və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına xüsusi önəm verir. Onun səmimi münasibəti, ədalətli idarə etmə prinsipləri və peşəkarlığı həm müəllimlər, həm də valideynlər tərəfindən yüksək qiymətləndirilir. Zülfiyə Zeynalovanın rəhbərliyi altında məktəbdə nizam-intizam, qarşılıqlı hörmət və əməkdaşlıq mühiti hökm sürür. Bugün Zülfiyə Zeynalova öz zəhməti və fədakar fəaliyyəti ilə təhsilin inkişafına töhfə verən, cəmiyyətin hörmətini qazanan nümunəvi təhsil rəhbərlərindən biri kimi tanınır. Onun gördüyü işlər gələcək nəsillərin savadlı və vətənə layiqli vətəndaş kimi yetişməsində mühüm rol oynayır.